Sizi salamlayırıq. Bugün deməli, əlimizdəki qısa, amma detalları ilə adamı doğrudan da düşünməyə vadar edən bir məlumatı incələyəcəyik. Mövzumuz əslində ilk baxışdan çox adi görünür, yəni cəmiyyət və idarə etmə xəbərlərindən biridir. Sadə bir vəzifə təyinatı. Düzdür, amma bizim bu dərin gəhlildə məqsədimiz heç bir tərəf tutmadan sadəcə bu məlumatdakı şəxslərin kimliyini və müxtəlif qurumlar arasındakı o qəribə peşəkar kəsişmələri sizə tam neytral şəkildə göstərməkdir. Tamamilə razıyam. Çünki rəsmi sənədlərin arxasında bəzən çox fərqli mənzərələr, necə deyərlər, maraqlı əlaqələr gizlənir. Elədir. Gəlin elə dərhal detallara keçək. Deməli, əlimizdəki əsas xəbərə görə Nərmin Əhmədova Səhiyyə Nazirliyinin hüquq şöbəsinə baş məsləhətçi təyin olunub. Aha, və xatırladaq ki, o bu təyinata qədər əmək müfəttişliyində çalışırdı. Yəni, baxın, məhkəm qaydalarla işləyən bir sistemdən tamamilə fərqli və həssas bir sahəyə, insan sağlamlığı kimi bir sistemi tənzimləyən başqa bir struktura keçir. Bürokratik aparatda hüquqşünaslar üçün bu cür üfüqi yerdəyişmələr əslində normal qəbul edilir. Yaxşı, normaldır, hə. Amma gəlin məsələni biraz da aydınlaşdıraq. Dövlət sistemində minlərlə belə kadr dəyişikliyi olur. Bəs bu xüsusi xəbəri, yəni məhz bu təyinatı bizim üçün bu qədər diqqət çəkən edən nədir? Baxın, məsələnin əsl maraqlı tərəfi də elə burada başlayır. Detal sadəcə Nərmin xanımın yerdəyişməsi deyil. Bu məlumatın onun həyat yoldaşı Kamal Əhmədovun fəaliyyəti ilə bağlantısıdır. Aha, Kamal Əhmədov. Bilirik ki, o hazırda Gədəbəy rayonunun prokurorudur. Düzdür. Lakin bizi onun indiki yox, keçmiş vəzifəsi maraqlandırır. Çünki Kamal Əhmədov əvvəllər baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq idarəsində mühüm işlər üzrə müstəntiq olub. Bəs yaxşı, bunun xanımının indi işlədiyi Səhiyyə Nazirliyi ilə necə bir kəsişməsi ola bilər axı? Deməli, gəldik mənbədəki ən həlledici və səs-küllü detala. Kamal Əhmədov korrupsiya ilə qarşı mübarizə baş idarəsində işləyərkən, onun sonuncu böyük işlərindən biri elə Səhiyyə Nazirliyi ilə bağlı olub. Ciddi sözünüzdür. Nazirlikdə hansısa işin istintaqını aparıb? Hə, bilavasitə Səhiyyə Nazirliyində plastik cərrahiyyəyə icazə verilməsi ilə bağlı açılan cinayət işinin istintaqı məhz onun icraatındaydı. Vay! Yəni, əvvəllər ərinin çox ciddi istintaq apardığı bir nazirlikdə indi həyat yoldaşı çox yüksək hüquqi bir vəzifə tutur. Aha, məhz elədir. Biz burada, bir daha vurğulayım, heç bir mövqeyə tutmuruq, tərəf saxlamırıq, sadəcə faktı qeyd edirik ki, ortada çox qəribə bir peşəkar dövrə yaranıb. Aha, institusional yaddaş və şəbəkə məsələsi kimi bir şey. Tamamilə düzdür. Təsəvvür edin, bir qurumun keçmiş problemlərini, o hüquqi boşluqları bilən bir şəxsin ailə üzvü indi o qurumun qərarlarında iştirak edir. Bu doğrudan da adamı fərqli cür düşünməyə vadar edir. Sizə, yəni dinləyicilərimizə xatırlatmaq istəyirəm ki, biz bayaq da dediyimiz kimi, burada heç bir siyasi və ya hüquqi qiymət vermirik. Düzdür. Əsas məqsədimiz ortadakı rəsmi sənədlərdəki və xəbərlərdəki faktların bir-biri ilə necə bağlandığını, yəni cəmiyyətdəki o informasiya zəncirini sizə çatdırmaq idi. Elədir. Quru bir təyinat xəbəri əslində böyük bir mexanizmin detallarını göstərə bilir. Sonda isə sizdən sadəcə özünüz üçün bir şey düşünməyinizi istəyirik. Aha, buyurun. Görəsən, mürəkkəb dövlət idarə etmə sistemlərində peşəkar fəaliyyət sahələrinin belə sıx kəsişməsi institusional şəffaflıq baxımından hansı üstünlükləri və ya yeni sualları ortaya çıxarır? Çox yaxşı sualdır. Bu məsələ həm qoruyucu bir filtr, həm də əlavə risklər yarada bilər. Bir mənalı şəkildə. Bu, mütləq üzərində dərin düşünülməli bir məsələdir. Bugünkü təhlilimizi burada yekunlaşdırırıq. Növbəti görüşədək. Sağ olun, gələn görüşlərədək.